Kiyev Lingvistik Universitetində Azərbaycan dili tədris olunur. Ötən il və bu il ümumilikdə 32 tələbə Azərbaycan dilini öyrənməyə başlayıb. Kiyev Lingvistik Universitetinin Azərbaycan dili və mədəniyyəti mərkəzinin rəhbəri Rafiq Novruzovun sözlərinə görə Ukrayna postsovet məkanında universitetlərində Azərbaycan dili tədris olunan yeganə ölkədir. Annanın Azərbaycanca danışmasını nəzərə alsaq, tədrisin uğurlu olduğunu demək olar. Ukraynanın Kiyev Lingvistik Universitetində ilk dəfə olaraq Azərbaycan dilinin tədrisinə başlanılıb. Bu vaxta kimi postsovet məkanının ali təhsil olacaqlarının heç birində bu tədris həyata keçirilməyib. Hazırda da yeganə olaraq digər əcnəbi ölkələr sırasında yalnız Ukrayna universitetlərində bu prosesə start verilir. Bu layihə ilə Kiyev Lingvistik Universiteti xalqların dialoqunda və əməkdaşlığında dilin mühüm amil olduğunu önə çəkib. Həmçinin Azərbaycan dilinin təbliğində bu tədris müstəsna xidmətə malikdir. Universitetdə Azərbaycan dilinin tədrisinə ilk olaraq 16 nəfər tələbə cəlb olundu. Universitetin Azərbaycan dili və mədəniyyət mərkəzinin rəhbəri, Bakı Slavyan Universitetinin professoru Rafiq Novruzovun sözlərinə görə, Azərbaycan dilini öyrənmək istəyən çox olsa da prosesə yeni başlandığı üçün hələlik 16 nəfər tələbə cəlb olunur. Tələbələr Azərbaycan dilini 3-cü kursda öyrənir. Bu yaxınlarda rektorunla mənim bilavasitə söhbətim oldu və biz belə bir qərara gəldik ki, tədris sikli bütöv olmalıdır. Yəni bir il yox, təkcə 3-cü kursda yox, 3-cü, 4-cü kurslarda Şərqşünaslıq fakültəsində türk dilini öyrənən uşaqlar həm də Azərbaycan dilini tam şəkildə öyrənsinlər. Və o da razılıq verməli gəlir ki, üzümüzə gələn, yəni bu ildən tədris ilindən Azərbaycan dili həm 3-cü kursda, həm 4-cü kursda keçirəcəkdir. Dil kulturoloji, siyasi və tarixi baxımdan millətin təbliği üçün mühüm məfhumdur. Bu baxımdan dilimizin təbliği Ukraynada Azərbaycanın hər tərəfli təqdimatı kimi başa düşülə bilər. Çəkiliş qrupumuzun diqqətini çəkən digər məsələ isə universitetdəki Azərbaycan dili və mədəniyyəti mərkəzi oldu. Mərkəzi Kiyev Lingvistik Universitetində Bakı Slavyan Universiteti açıb. Rafiq Novruzovun sözlərinə görə mərkəzdə ölkəmizlə bağlı əlamatlar günlər də qeyd olunur. Elə bir tarixi gün yoxdur ki, tələbələrlə biz onları qeyd etməyək. Və sözsüz ki, tələbələrdən başqa universitetin müəllimlərini biz cəlb edirik o tədbirlərə, onlar iştirak edirlər və bilavasitə Azərbaycan mədəniyyəti ilə, Azərbaycan tarixi ilə onlar tanış olurlar. Ondan başqa, keçən ildən noyabr ayında biz mərkəzin nəzdində Azərbaycanın Dostları klubu açdıq. Azərbaycanın Dostları klubuna tək tələbələr yox, ayrı-ayrı ixtisas sahibləri yox, həm də ki, professor müəllim heyəti də daxildir. Onların içərisində hüquqşünaslar da vardı, iqtisadçılar da vardı, menecmentlə məşğul olanlar vardı. Müxtəlif sahələrdə olan insanlara Azərbaycan haqqında dolğun məlumat vermək ölkəmizin mövqeyini Ukraynada möhkəmləndirməyə xidmət edir. Müsahibimiz perspektivlərdən də danışdı. Bildirdi ki, yaxın zamanda Azərbaycan-Ukraynca tərcümə kitabçası istifadəyə veriləcək ki, bu da artıq iki xalq arasında 3-cü dil olmadan ünsiyyətin yaranmasını reallaşdıracaq. Bundan əlavə dərslik vəsaitlərinin hazırlanması da başa çatmaq üzrədir. Azərbaycan dilini Ukraynada öyrənməyə maraq göstərənlər əsasən cavanlardır. Ukraynalı gənclər müsahibələrində Azərbaycan dilinə və mədəniyyətinə çox böyük maraqları olduğunu bildirir. Siz Ukraynalısınız, elə mi? Bəli. Azərbaycan dilini bilirsiniz. Çox az. Nə üçün öyrənirsiniz Azərbaycan dilini? Mən Şevçenko Universitetində oxuyuram. Amma Azərbaycan dili də bilmək istəyirəm. Mən bu kursa gəldim və mən bu dili öyrənmək çox istəyirəm. O yüzden inşallah öğreneceğim. Azərbaycanı sevirsiniz mi? Bundan mı rəng Mən həyatımda heç Azərbaycana getmedim ama inşallah gedeceğim. Sağ olun, sizə uğurlar arzulayıram. Sağ ol. Почему вы изучаете азербайджанский язык? Siz nə üçün Azərbaycan dilini öyrənmək istəyirsiniz? Çünki Azərbaycan dili və mədəniyyəti çox gözəl və maraqlıdır. Mənim üçün Bakı çox maraqlıdır. Rəfiqəm artıq demək olar ki, Azərbaycan dilində danışır. İnanıram ki, mən də bacaracağam. Fikrim Azərbaycan dilini öyrənməyə davam etməkdir. Azərbaycan dilini öyrənmək sizə çətin deyil ki? Xeyr, çətin deyil.
Tədris zamanı elə sözlər məlum olur ki, bu sözlər həm Azərbaycan, həm də Ukraynca eyni mənanı verir, yaxud da eyni kökdəndir. Bu onu göstərir ki, iki xalq arasında çox dərin və tarixi əlaqələr mövcuddur. Professor Rafiq Novruzovun sözlərinə görə bu əlaqələrin tətbiqi gənclərin üzərinə düşür. Ukraynada Azərbaycan dilini öyrənənlərin əsasən gənclər olduğunu nəzərə alsaq, gələcəkdə daha və samballı araşdırmaların aparılacağını və ölkəmizə marağın daha da yüksələcəyini söyləmək olar. Ramil Qasımzadə, Nicad Abdullayev, Royal İslam, Ukrayna, Kiyev.